Biləsuvarda 2 əmioğlunu ildırım vurub, biri xəsarət alıb. Hadisə Xırmandalı kəndində qeydə alınıb. 44 yaşlı Ramin Bəşirov həmkəndlisi və əmisi oğlu Cavid Bəşirovla birlikdə malqaranı tarladan evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım çaxıb və onlar yağışdan qorumaq üçün yaxınlıqdakı ağacın altına qaçmağa çalışıblar. İldırım uşağı vurur. Uşağı vurur, bu bir tərəfli. Vururlar belə qaldırır, yuxarı çırpır yerə uşağı. İldırım Ramin Bəşirovu vurub və onun yaxınlığındakı su arxına atıb. O dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib. Hal-hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib. Şok dalğası düz qulaq nahiyəsindən keçərək onu yerə yıxıb. İldırım Biləsuvar rayonunun digər hissələrində də fəsadlar törədib. Bu biraz düşün, sağ da yandırıblar da. Gəldilər, su idarəsindən ayırdılar. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice TV, Biləsuvar.